Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahümmə salli ala Muhammed və ali Muhammed. Selamun aleykum və rəhmətullah. Əziz dostlar, hər vaxtınız xeyir olsun. Əl barəsində vəhabilərin, sələfilərin düşüncələrini oxuyurduq, fikirlərini oxuyurduq. 2 dənə Allahın əli var dedilər. İndi isə gəlib əl-kəffu, yəni əlin içi. Ki, Allahın əlinin içi var. Buyurur ki, bu barədə Durarun.net saytında biz oxuyuruq. Əl-kəffu sifətun, zatiyyətun, sabitətun lillahi azə və cələ. Allah üçün sabit, zati bir sifətdir. Ki, sabit olub nəyin vasitəsilə? Səhih hədislər vasitəsilə sabit olub. Həzrəti Peyğəmbərdən. Sonra başlayıb bir hədisləri gətirmə. Mən istəmirəm bunların üzərində çox dayanaq, çünki bunu qəbul edirlər. Lakin burada bir məsələ var, həqiqətən adam bunu oxuyanda çox təəccüb edir və çox təəssüf edir ki, necə ola bilər ki, bir nəfər şəxs özünü müsəlman adlandıra, özünü tövhid əhli adlandıra, amma hədisi olduğu kimi qəbul edə və heç də narahat da olmaya buna görə. Məaz ibn Cəbəldən də hədis, Məaz ibn Cəbəl nəql eləyir, hədisin mənbəsini də deyəcəyik. İnşallah Əlbani də bu hədisi təsih eləyib. Əhl-i sünnənin, vəhabilərin daha doğrusu böyük alimlərindən, sevilən alimlərindən biri, hədis sahəsində mütəxəssis, deyir ki, bu hədis səhihdir. Mühəddis Əlbani Durar.net saytında deyir ki, hədis belədir. Həmən o məsələsidir ki, Me'razda Həzrət Peyğəmbər Me'raza getdi, filan elədi. Sonra Allah Təbarək və Teala buyurdu ki, ya Muhammed, ey Muhammed, qultu ləbbeyk, ya Rəbbi, Rəbbeyk. Yəni dedim ki, eşidirəm, bəli. Sonra aralarında söz getdi, daha sonra orada bir məsələyə gəlib toxunur. Deyir ki, mən fəidə gördüm Rəbbimi, fətəvəvvətu dəstəmaz aldım, fəsəlləytu namaz qıldım, ma qudrəli o qədər ki, mənim üçün təyin olmuşdu, müəyyən olmuşdu, o əndazədə namaz qıldım, fənəəstu fi salati, yuxuladım namazımda, fəstəsqaltu, ağırlaşdım, fəidə ənə bi Rəbbi təbarək və təala fi əhsəni surətin. Mən Rəbbimi ən gözəl surətdə gördüm. Ən gözəl surətdə gördüm. Bəziləri deyirlər ki, bunu yuxuda görüb. Yuxuda görübsə, Həzrəti Peyğəmbərin yuxusu da vəhy idi. Ən gözəl surətdə deyir ki, Rəbbimi gördüm mən. Fəqalə ya Muhammed, dedi, ey Muhammed sallallahu aleyhi və səlləm, qultu Rəbbi Rəbbik, qalə fīmə yaxtəsimul mələlu ələ, ki, aralarında o hissəsini istəmirəm, fərəəytu, bu hissəsi lazımdır bizə. Kəfdən danışırıq, əlinin içi. Baxın, əziz izləyicilər, həqiqətən bu hədisləri oxuyuruq. Əgər bu hədislər varsa, gərək yozula olduğu kimi qəbul etsək, çox azınacaqlı bir məsələ ilə qarşılaşacaq. Fərəəytuhu, gördüm Allah Təbarək və Tealanı, vəzəə kəffəhu, əlinin içini qoydu, beynə kitfəyyə, mənim kitflərimə əlinin içini qoydu, çiyinlərimə. Deyib, bura qədər ki, heç. Deməli, Allah əlinin içini qoyub, Həzrəti Peyğəmbərin çiyinlərinə. Burası önəmlidir. Hətta vəcədtu bərdə ənamilihi beynə thədiyyə. Deyir ki, mən Allah Təbarək və Tealanın əlinin içini qoy baxı. Allah Təbarək və Tealanın əlinin içinin, barmaqlarının, ənamil, barmağın ucu da, barmaqlarının soyuqluğunu sinəmdə hiss elədim. Yəni, Allahın əli soyuq idi, əlini qoydu mənim çiynimə, o soyuqluğu mən iki sinəmin arasında hiss elədim. Yəni, bütün varlığımı Allahın əlinin soyuqluğu, barmaqlarının soyuqluğu məni tutdu, əhatə elədi. Deməli, Allahın kəffi var, əlinin içi var və Həzrəti Peyğəmbərin çiyinlərinə də qoyub əlinin içini və Həzrəti Peyğəmbər Allahın əlinin içinin soyuqluğunu bütün varlığı ilə hiss eləyib. Bərdə ənamilihi. Yəni, Allahın barmaqları soyuqdur. Baxın, kimsə deyə bilər ki, bunu yozmalıyıq, məqsəd budur, filan eybi yoxdur. Yozulmalıdır. Amma əgər olduğu kimi qəbul etsək, bilirsiniz nələrdən qarşılaşırıq biz?
Yəni nə deməkdir əlini qoydu? Yəni toxundu. Əgər bir şey toxunursa, toxunmağı hiss edirsə, yəni cisimdir bu. Ona görə də İbn Useymin gəlib deyir ki, əgər kimsə desə ki, Allahı qiyamətdə görmək onun cisim olmağına səbəb olursa, deyir, olsun eybi yoxdur. Nə olsun? Amma özünə layiq cisimdir. Özünə layiqdir bu. Məxluqlarda olan cisim deyil ki. Yəni, bunlar heç nədən qorxmurlar, çəkinmirlər. Rahat şəkildə bunları nisbət verirlər. Allahın əli də var, əlinin içi də var, barmaqları soyuqdur, əlini qoya bilər sənin kürəyvə, belvə, başıva. Əlini ya, həqiqətən, amma özünə layiq əldir. Bu cisimləşdirmək deyilmi? Nə vaxt iki dənə şey bir-birini hiss edər? Cisimdir də, Həzrət Peyğəmbərin cismi idi o çiyinləri. Cismi hiss elədi ki, toxundu buna. Yəni, cisim toxuna bilər də, təmasda nə ola bilər? Bunu necə siz rahat şəkildə Həzrət Peyğəmbərə nisbət verirsiniz? Elə buradan məlum olur ki, ənamil sözündən də məlum olur, artıq növbəti verilişə saxlamayaq bunu, Allahın barmaqlarının ucu da var. Ki, necə ki, elə Durar.net saytında deyir ki, sifətun, zatiyyətun, sabitətun, ənamil sifəti barmaqların ucu da. Səhih hədislə Allah üçün sabitdir. Yəni, Allahın bir dənə əl sifəti var, bu heç. Bir dənə əlinin içi sifəti var, kəf sifətdir ya bu. Bu da heç. Bir dənə barmaqlarının ucu sifəti var, ənamil bu da. Bunlar hamısı ayrı-ayrılıqda sifətlərdir Allah təbarək və təala üçün. Səhihdir və olduğu kimi də qəbul etməliyik, yəni yozmalı deyilik. Sadəcə deməliyik ki, keyfiyyətini biz bilmirik və o hədisləri gətirir filan və hətta deyir ki, kimsə bu məsələni qəbul etməsə, yəni Həzrət Peyğəmbərin kəlamına zidd. Həmən o hədisi də gətirir ki, fəvəzəə yədəhu beynə kitfəyyə. Allah təbarək və kətifəyyə. Ki, çiynimə mənim əllərini qoydu, hətta vəcəddu bərdəha. Mən o ənamilin soyuqluğunu varlığımla hiss edim. Yəni, bərdə ənamilihi. Ki, sinəmdə onu hiss elədim. Bu qədər bəs elə düşünürəm. İnşallah növbəti verilişimizdə əsabi barəsində danışacağıq və daha sonra bu məsələyə toxunacağıq ki, Allahın ikinci əli soldur, yoxsa sağdır. Görün, nəyin üzərində dava edirlər. Baxın, yəni adam təəccüb edir. Bu qədər əziz izləyicilər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.